Vətən müharibəsində şanlı zəfərimizin əldə olunması uğrunda canını fəda edən igid övladlarımız xalqımızın qürur mənbəyidir. Onların keçdiyi döyüş yolu, göstərdikləri qəhrəmanlıq və vətən sevgisi bugün Azərbaycanın yenidən doğulmuş tarixinin əsas sütunlarını təşkil edir. Təqdim edəcəyimiz süjetdə döyüş meydanında fədakarlıq göstərmiş şəhid Mikayıl Mikayılzadənin qəhrəmanlıq salnaməsinə birgə nəzər salacağıq. Günlük vətən müharibəsi başlayanda vətənə bağlılıq, mərdlik Mikayıl Mikayılzadənin də yolunu döyüş meydanına saldı. Xüsusi qəhrəmanlıq göstərən 28 yaşlı hərbiçi Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərdi. Bir dəfə səhər-səhərdə zəng elədi, mən bilmirdim, saat 8-də dolardı. Hövlaq səsinə dedi ki, ata, Xocalının qanın 1'ə 100 aldıq, hadrutu aldıq. Vətənə olan borcun yetərincə yerinə yetirdi. Təkcə Mikayıl Mikayılzadə Şuşa uğrunda gedən döyüşlərdə zabit və əskər yoldaşlarının həyatını xilas edib, düşmənə ağır zərbələr indirib. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən Mikayıl böyük zəfərə cəmi 2 gün qalmış. Noyabrın 7-sində Şuşa uğrunda döyüşlərdə şəhadət ucalıb. Mikayıl təkcə döyüş meydanında deyil, ailədə də qayğıkeş oğul, ata, həyat yoldaşı kimi sevgi və hörmət qazanmışdı. 6 ay olmağına baxmayaraq, çox gözəl, mənalı günlərimiz olub. Qaynatam Mikayılın atası dedi ki, Səma, mən bir Mikayıldan olmuşam, məni ikinci Mikayıldan eləmə. Və o gün bugündür, onların yanında onları tək buraxmıram. Ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanmasında fərqləndiyinə görə cəsur döyüşçü, vətən uğrunda Şuşanın azad olunması medalları ilə təltif olunub. Jalə Gözəlova, Novruz Kazımov, Rauf Məmmədov, AzTV xəbər.